Subay şəxslərin övladlığa uşaq götürməyinə necə baxırsınız? Çox gözəl baxıram. Əslində hamı uşaq sahibi ola bilər. Fərq etməz evlidir ya yox. Amma bütün uşaqlar da xoşbəxt olmalıdır. İnsanlar psixoloji olaraq da buna hazır olmalıdırlar. Yəni müayinədən keçərək, yəni məsuliyyəti dərk edərək etməlidirlər. Sadəcə evli şəxslər deyil, həm də subay şəxslər də övladlığa uşaq götürə bilir. Hətta ötən ilin statistikası belə açıqlanıb. Bəs övladlığa götürmə hansı qaydada həyata keçirilir? Proses elektron qaydada həyata keçirilir. Övladlığa uşaq götürmək istəyən valideyn namizədlər notariat orqanına müraciət etməlidirlər. Seçim zamanı müəyyən meyarlar nəzərə alınır. Qanun ilə müəyyən edilmiş qaydada müəyyən edilmiş yaş tələbləri, gəlir, yaşayış şəraiti, həyat şəraiti uyğun gələn şəxslər övladlığa götürmə ilə bağlı müraciət edə bilərlər. 2025-ci il ərzində 149 uşaq övladlığa verilib, onlardan 13 nəfəri subay valideynlər tərəfindən övladlığa götürülmüşdür. Subay şəxslərin övladlığa uşaq götürməsi məsələsi Ailə Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Lakin xüsusi məqamlar da var. Məsələn, aralarında nikah olmayan subay şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Belə ki, həmin şəxslər 30 yaşdan az yaşları olmalı deyil və götürdükləri uşaqlar arasında onların yaş həddi 18 yaşdan az olmalı deyil. Uşaqları övladlığa götürməklə bağlı 3 mərhələ var. Bu şəxslər, həmin şəxslər uçata götürürlər, daha sonra övladlığa götürülən şəxsin uşaqla birlikdə onların uyğunluğu müəyyən olunur, daha sonra bununla bağlı məhkəmə qərarı olur. Uşaq övladlığa götürmək istəyən şəxslər elektron sistemə daxil olaraq müraciətini etdikdən sonra Ədliyyə Nazirliyi tərəfindən qiymətləndirmə prosesi və digər mərhələlər başlayır. Bütün tələblərə cavab verən namizədə isə müsbət cavab verilir. Nigar Babayeva, Emin Tağıyev, Zaur Haşimov, Telesər.